Ya Rəbbim, sən ürəkləri bilənsən. Sən ya Rəbbim, düşüncələri görənsən, ya İsa Məsih. Hər bir qadının, hər bir kişinin düşüncəsini, həyat tərzini, istəyini sən görürsən, ya Rəbb, ya İsa Məsih. Onların istəklərinə görə, onların səhv düşüncələrinə görə, ya Rəbbim, ortalıqda evladlar, ya Rəbbim, əziyyət çəkir. Ya Rəbbim, ya İsa Məsih, çox böyük bir səhvlər eləyirik. İmanda olmayanlar, imanlı bacı qardaşlarla evlənir və ya Rəbbim, aləm qarışır bir-birinə. Düşüncələr bir-birinə uyğun gəlmir, həyat tərzi bir-birinə uyğun gəlmir, temperamentlər bir-birinə uyğun gəlmir. Ya Rəbbim, bunun üçün bağışla bizi, ya Rəbbim. Bağışla, keç bizim günahımızdan. Biz tələsirik bizim evladlarımızı evləndirməyə, qızlarımızı ərə verməyə. Biz tələsirik, qorxuruq ki, ya Rəbbim, bizim evladlarımız ailə qura bilməz, ailə sahibi ola bilməz. Bunun üçün bağışla bizi, ya Rəbb, ya İsa Məsih, Ata Tanrı. Qoy hər bir oğlan və hər bir qız, ya Rəbbi, evlənəndə həqiqətən də öz yarım bədənləri ilə evlənsinlər. Həqiqətən də səndən olan, ya Rəbbim, yarım bədənləri ilə evlənsinlər. Hər kəs özünə uyğun, öz temperamentinə, öz xəssiyyətinə, öz düşüncə tərzinə uyğun bir insanla evlənsin. Çünki ya Rəbbim, ya İsa Məsih, evlənmək bu bir oyun deyil. Bugün evləndik, sabah boşandıq, bugün biz bir-birimizi istədik, sabah bir-birimizə nifrət elədik. Ya Rəbbim, sən əvvəldən bunu belə düşünməmişdin. Sən əvvəldən ailə təməlini belə qurmamışdın, ya Rəbbim. Sən Adəm üçün bir dənə Həvvanı yaratdın və onları, ikisini bir elədin ki, onlar törəyərək çoxalsınlar və yer üzündə nə varsa, onun hər birinə onlar ikisi də sahib olsun. Sən dedin ki, həyat yoldaşın Rəbdən sonra sənin Rəbbindir, Allahındır. Sənin baş tacındır. Qadın isə öz məhəbbəti ilə, öz mütülüyü ilə, öz, ya Rəbbim, sakit ruhu ilə, öz səbri ilə, öz həyat yoldaşının ürəyini ələ ala bilsin. Qoy, ya Rəbbim, sən bizə vəd elədiklər, hər bir şey, hər bir qadının, hər bir kişinin üzərində bərqərar olsun, ya Rəbbim, ya İsa Məsih. Səndən istəyib səndən diləyirəm, Ata Tanrı. Qoy ailələr dağılmasın. Mən bunu istəyirəm, mənim həyat yoldaşım bunu mənə verə bilmir. Və yaxud mən başqaları bu cürnə eləyir, mənim həyat yoldaşım bu cürnə bişirə bilmir. Ya Rəbbim, bu boş sözlərə görə, dünyanın boş-boş yalanlarına görə bir-birlərinə nifrət eləyirlər. Dünyada olan boş-boş şeylərə görə, boş-boş düşüncələrə görə bu həyat təməlləri o qədər səhv qurulur ki, ya Rəbbim. O qədər səhv qurulur ki, ya Rəbb, ya İsa Məsih. Qadın fikirləşir ki, mənim yoldaşım mənə tabe olmalıdır. Kişi fikirləşir ki, qadın mənə tabe olmalıdır. Buradan bir-birlərini anlamaq istəmirlər, bir-birlərinə ya Rəbbim, bir-birlərini yola vermək istəmirlər, bir-birlərini eşitmək istəmirlər, bir-birini qulaq asmaq istəmirlər, ya Rəbb, ya İsa Məsih. Buna görə də o qədər ailələr dağılır ki, ya Rəbb, ya İsa Məsih. Evladlar atasız qalır və yaxud anasız qalır. Qadınlar başsız qalır. Kişilər isə ya Rəbbim, zina ruhuyla dolaraq başlayırlar dolaşmağa. Və iblis onları getdikcə daha da çox dolaşdırır, daha da çox pis yollara salır. Ya Rəbbim, ya Rəbbim. Sən bunların hamısını azad eləməkdən ötəri gəldin. Sən hər birinə düzgün yol göstərməkdən ötəri gəldin. Ya Rəbbim, ya İsa Məsih, Ata Tanrı, yalvarıram sənə.
Hər birinin düşüncəsini təmizlə. Hər birinə sən öyüd nəsihət ver. Sən səbir ver. Hər bir ailədə dəyişiklik olsun. Hər bir kişi, hər bir qadının üzərində dəyişiklik olsun. Ya Rəbbim. Qoy hər kəs yorğanı öz üzərinə atmağa tələsməsin. Onlarda məhəbbət olsa bir-birlərinə qarşı. Ya Rəbbim, onlar bir-birinə anlamağa başlayacaqlar. Bir-birlərini qulaq asmağa, bir-birlərinə yola verməyə başlayacaqlar. Ya Rəbb, ya İsa Məsih. Yalvarıram sənə, hər bir ailəyə gəl. Harda münaqişələr var, harda anlaşılmamazlıqlar var, harda ya Rəbbim düşmənçilik var, harda nifrət var, kin var, harda səhv təməllər var, ya Rəbbim, o təməlləri qır. Sən öz təməllərini qur, yeni təməlini qur, ya Rəbbim. Qoy ailələr dağılmasın, qoy evladlar atasız, anasız qalmasın. Qoy, ya Rəbbim, qadınlar başsız qalmasın, ya da ki, kişilər səhv yola düşməsin, ailəni dağıdaraq. Ya Rəbb, ya İsa Məsih, sən desəydin ki, bir qadın 5 kişiyə getsin və yaxud bir kişi 5 dənə qadın alsın, sən onda Adəm üçün 5 dənə qadın yaradardın. Amma sən Həvva üçün bir dənə Adəmi yaratdın və Adəm üçün bir dənə Həvvanı yaratdın. Ya Rəbb, ya İsa Məsih. Qoy hər bir ailənin təməli sən olasan, sənin kəlamın olsun, ya Rəbbim. Ailələrin təməli o qədər nazik, o qədər kövrəkdir ki, bir dənə çətinlik olan kimi o təməl qırılır və insanların bir-birinə qarşı ürəkləri qırılır, nifrət eləyirlər, qaçırlar, o saat boşanırlar. Ya Rəbbim, ya Rəbbim, bağışla onları, onlar nə elədiklərini bilmirlər, ya Rəbbim. Onlar bu dünyadan nümunə götürürlər. Onlar sənin nümunəni bir kənara qoyaraq, ya Rəbbim, bu dünyanın nümunəsində ancaq qaçırlar. Bağışla onları bunun üçün. Ya Rəbbim, ya İsa Məsih, bağışla onları, ya Rəbb. Qoy ailələr dağılmasın. Qoy ailələr daha da möhkəmlənsin. Qoy, ya Rəbbim, düşüncələr, fikirlər eyniləşsin. Sən dedin ki, ər və qadın ikisi bir olacaq. Qoy hər ər və hər qadın, onlar bir fikirdə olsunlar, bir ruhda olsunlar. İsa Məsihin adı ilə. Amin.